Və gəldik quantifierdə axırıncı hissəsinə %140-a. Demək, 101-ci sualda uşaqlar bu tip suallar olanda həmişə fikrimizi bata verir. Bat olanda həmişə bir ziddiyyət olur. Və question sözü cəmdə olduğuna görə elotdan sonra isim gəlməz, maçdan sonra da cəm isim gələ bilməz. Və baxırıq ki, çoxlu suallar soruşuldu, amma azına cavab verildi. Yəni, C variantına deyir, çoxlu suallar soruşuldu, amma çoxuna cavab verildi, uyğun gəlmir. Söhbət suallardan gedir deyə a little yox, B variantını versək daha yaxşı olar. 102-də də yenə eyni qaydada bat var. Deyir ki, çoxlu namizədlər gəldi, amma azı təcrübəli idi. Namizədlər sözü cəmdə olduğuna görə elotdan sonra isim gəlməz, maçda çıxdı. Və burada bat var. Yəni çoxlu namizədlər gəldi. Məsələn, A variantında deyir ki, çoxlu namizədlər gəldi, amma çoxu təcrübəli idi. Yəni burada amanın nə mənası və çoxu təcrübəli idi. Məsələn, batın yerinə and olsaydı, mən onu düzgün cavab kimi götürə bilərdim. Söhbət namizədlərdən gedir deyə a little verə bilmirəm. C variantı doğru cavabdır. 103-cü cümlədə deyir ki, bizim keçən il çox meyvəmiz olmadı, çünki az yağış oldu da. Rain sözü sayıla bilmir. Uşaqlar, elotdan sonra isim gələ bilməz. If-dan sonra cəm isim gəlməlidir. Sonra fruit sözü meyvə sözü də sayıla bilmir deyə if-you ilə işlənə bilməz. Elotdan sonra isim gələ bilməz deyə də düzgün cavabımız D variantıdır. 104-cü sualda əşyalar things sözü cəmdədir. Elotdan sonra isim gəlməz, maçdan sonra sayıla bilməyən isim gəlməlidir. Money, pul sayıla bilməyən isimdir deyə elotdan sonra isim gələ bilməz. D ilə yen arasında qalıram. Y variantındadır ki, biz az şey ala bilmədik dekorasiyaya, çünki az pulumuz var idi. Yoxsa biz çox şey ala bilmədik, çünki az pulumuz var idi. 105-ci sualda new ideas yeni fikirlər deməkdir, yeni ideyalar deməkdir. Yeni ideyalar sözü cəmdə olduğuna görə maçı a little çıxıram, elotdan sonra isim gəlməz, C variantı. Sugar pesoq sözü sayıla bilmir deyə few, many çıxır, elotdan sonra isim gələ bilməz. Az pesoq yemək dişlərimizə pisdir, yoxsa çox pesoq yemək dişlərimizə pisdir. 107-ci sualda argument sözü cəmdədir deyə a little çıxır. Deyir ki, mən çox məmnunam ki, mən ailəmlə çoxlu argument, yəni mübahisə yaşayıram, yoxsa az mübahisə yaşayıram? Əlbəttə ki, few, az mübahisə yaşayıram. 108-ci sualda əsas tema burada furniture-dir. Furniture sözü sayıla bilməyən isim deyə many ilə işlənməz. Sonra few'dan sonra piece yox, pieces olmalıdır. Many'dən sonra pieces olmalıdır. Elotdan sonra isim gəlməz deyə D variantı doğru cavabdır. 109-cu sualda floor, un deməkdir. Un sayıla bilməyən isimdir, ona görə many ola bilməz, amma digərləri uyğun gəlir. Just isə yazı saxlayın uşaqlar. Just, only ilə eyni quantifierlərlə işlənir. Necə ki, only-ni verə bilirsiniz few, a little-la, just'ı da few, a little-la verəcəksiniz. O halda onda many çıxır, few çıxır və cavab qalır A variantı. Deyir ki, bu yeməkdə çox duz qoymusan, o deyir, yox, elə bir damcı. 110-cu sualda water. Su söz sayıla bilmir, many ilə işlənə bilməz, elotdan sonra isim gələ bilməz. Very isə yalnız fuel ya da little ilə işlənir deyə düzgün cavabın B variantıdır. 111-ci sualda songs mahnılar deməkdir, cəmdə olan isimdir. Maçdan sonra cəm isim gələ bilməz, elotdan sonra isim gələ bilməz. Very isə few ilə yox, few ilə işləndiyinə görə B variantı doğrudur. 112-ci sualda enough'ın qaydasını biz bilirik ki, enough sifətdən sonra ismin qarşısında işlənir. Experienced enough doğrudur, çünki sifətdən sonra işlənir. Amma enough experience səhvdir, çünki experience təcrübəli deməkdir, sifətdir. Enough'ın qarşısında işlənə bilməz. Elə bir ki, enough yazı saxlayın ki, sayıla bilən isimdirsə cəmlə işlənir. Məsələn, 3 düzdür. Burada enough fast yox, fast enough olmalıdır. Bax, care sayıla bilməyən isimdir, qayğı deməkdir. Yəni, enough həm sayıla bilməyən isimlərlə işlənə bilir, həm də sayıla bilən cəm isimlərlə işlənə bilir. Ona görə düzgün cavabımız 1, 3, 5 qalacaq. 1, 3, 5 oldu. 1 düzdür, 3 düzdür və 5 düzdür. D variantı doğru cavabdır. 113-cü sualda perfect enough, perfect sifətdir, ondan sonra gəlb düzdür, 2 səhvdir. Enough patience, kifayət qədər səbir düzdür, isimdir. Enough interesting enough olmalıydı. Yenə 1, 3, 5, B variantı doğru cavabdır. 114-cü sualda else-in qaydasıdır. Else yadınızda saxlayın ki, daha başqa savayı deməkdir. Else yalnız 2 mövqedə işlənə bilir. Ya sual əvəzlərinə işlənir. What else, where else, who else. Ya da gedir törəmələrə birləşir. 16 dənə törəmə var idi. Somebody else, someone else.
Yəni, məsələn, 114-də görürsünüz törəmə yoxdur. Ona görə bir dənə what'dan sonra else verə bilərsiniz amma. Başqa yerdə görürsünüz what, who. Bunları görmürük ki, ya da törəmə görmürük ki. Some törəmə deyil uşaqlar. Yəni, some else ola bilməz. Aha. Information sayıla bilmir deyə if ilə işlənə bilməz. Else görürsünüz uyğun gəlmir 3-cü hissədə də. İndi gəlin tərcümə edək. What else can you tell me about it? Bu haqda mənə başqa nə deyə bilərsən? I want to give you some more information. Sənə biraz da məlumat vermək istəyirdim. And a few pieces of advice. Bir neçə məsləhət vermək istəyirdim. 116-cı sualda I would like to read more of those articles. Deyir ki, mən o artikelların, o məqalələrin daha çoxunu oxumaq istəyirəm. Söhbət məqalələrdən gedir. A little verə bilmərəm. Few verə, bir dəqiqə, a little çıxdı. Düzdürmü? Aha. Deyir ki, they interest me a lot. Mən indi burada nə verəcəm? Deyir ki, mən məqalələrindən biraz daha çox oxumaq istəyərdim. Onlar mənə çox maraqlıdır. Cavab qalacaq C variantı. They interest me very much. They interest me a lot uyğun gəlmir mənada. A lot of-dan sonra da mütləq isim gəlməlidir. Ümumiyyətlə, a lot of tək işlənə bilmir. A lot of-dan sonra mütləq isim gəlməlidir. Many-dən sonra isim gəlməlidir. 116-cı sual da eyni qaydadır. Baxın. Demək, sweet sözü cəmdədir. Söhbət şirniyyatlardan gedir. A little verə bilmərsiniz bura. Demək, a little verə bilmərsiniz. Much da verə bilmərsiniz. Deyir ki, I would like to have a few more of those sweets. Yəni, bu bir ifadədir. Keçəm növbəti sualıma. Ay, demək, oy, nə oldu bu? Niyə dondu görəsən? Ne hemen dondu. Bir dakika. Tersten gireyim bura. Neçənci sualımızda qalmışdıq? 117-də qalmışdıq. 117-ci sualda, 117-ci suala keçməmişdən əvvəl sekretli sözümüzü deyək uşaqlar. Sekretli sözümüz nədir? İstəyərdim tələbələrimdən, ən sevdiyim tələbələrin birinin adını çəkeyim. Mən sizdən soruşanda ki, parol nədir? Deyəcəksiniz ki, Sənandır. Vəssalam. Bu qədər. Xahiş edirəm parolümü heç kəsə deməyin. Qoyun hamının canı çıxsın, özü baxsın videoya ki, mən ona deyəndə o mənə deyə bilsin. Sizdən də çox xahiş edirəm. Desələr ki, nədir? Deyin ki, mən də baxmamışam. Çünki hamıdan mesaj şəklində soruşacağam. Nəysə, 117-ci sualda deyir ki, susuzam, biraz su istəyərdim də. Demək, I am thirsty, I would like a cup of tea. Bir çaşqa çay istəyərdim. Hə, olar. 5 qəşəngdir, olar. 5-də yəni bir problem görmürəm. 5-i ona görə cavab ya A-dır, ya B-dir 100%. Onda belə çıxır ki, 1 də düzdür. I am thirsty, I would like a cup of tea. But D variantı 4-dədir ki, mən digər çaşqada çay istəyərdim. Olar. Azədən məsələn qabağında görürsünüz, article yoxdur deyə 3 olmayacaq. More cəmi bildirir uşaqlar. Many-nin müqayisə dərəcəsi nədir? More, daha çox deməkdir. More'dan sonra gələn isim cəmlənməli idi. Cup yox, cups olmalı idi. Ona görə 1, 4, 5 qalır A variantı. 118-ci sualda paper, kağız söz sayıla bilmir deyə 1 düzdür, 2 düzdür. Amma paper sayıla bilmir deyə many ilə işlənə bilməz. Several'dan sonra gələn isim mütləq cəmlənməlidir, 4 də çıxır. Paper sayıla bilmir deyə few ilə də işlənə bilməz. 1, 2 A variantı doğru cavabdır. 119-cu sualda much work düzdür. Many work işlənə bilməz. Çünki work sayıla bilmir. 3 də düzdür. Several'dan sonra cəm isim gəlir. Few olmaz. Amma bu olar. Cavabım qalır 1, 3, 5, Bakı variantı. 120-ci sualda deyir ki, çoxlu suallar qaldırıldı, amma azı müqayisə, discuss oldu da, müzakirə olundu. B variantı. Çünki but var, ziddiyyət bildirir, question söz cəmdədir, matchla işlənməz, a lotdan sonra isim gələ bilməz, söhbət suallardan gedir deyə a little verə bilmərəm. A variantı deyir ki, çoxlu suallar qaldırıldı, amma çoxu müzakirə olundu. Mənə uyğun gəlmir. 121-ci sualda suggestions təklif deməkdir. Much olmaz, a lot olmaz. Deyir ki, çoxlu təkliflər verildi, amma azı qəbul olundu. Yenə eyni qayda A variantı. 122-də fame şöhrət deməkdir uşaqlar. Sayıla bilməyən isimdir deyə many ilə, plenty of-la, few ilə. Aha, bir də gəzləyim. Onda nə oldu? Hamısını çıxartdım ki, elə olmaz. Demək,
Fame şöhrət sözü sayıla bilmir deyə many çıxır, a few çıxır, only a few çıxır, 1-3 qalır C variantı. Plenty of hər ikisi ilə işlənir. O quantifierdə 4-cü qrupdaydı. Sayıla bilən cəm, sayıla bilməyən tək isimlərlə işlənənlərdir. Məsələn, progress sayıla bilməyən isimdir. Many o dəqiqə çıxır, few çıxır, cavab qalır yenə 1-3 C variantı. 124-cü sualda interesting places maraqlı yerlər deməkdir. Burada söhbət yerlərdən gedir. Cəmdə deyə a little çıxıram. Only a few ilə işlənməlidir. Maç sayıla bilməyən ismi a lotdan sonra isim gəlməz. B variantı doğrudur. 125-də mistakes səhvlər deməkdir. Cəmdədir. Cəmdədirsə deyir ki, bu proqramda səhvlər var. Mən həyecanlıyam ki, they are so ancaq nə ilə işlənirdi? Many, much, few, little ilə işlənirdi. Okay. Yəni çox belə qarışıq səs oldu. Gedək bir də deyirəm. There are mistakes in this program. Bu proqramda səhvlər var. Mən təəccüblənirəm ki, they are so mən təəccüblənirəm ki, onlar çoxdur deyərəm də. Söhbət səhvlərdən gedir, uşaqlar. Səhvlər də sayıla bilir deyə maç verə bilmərəm. Aha. A variantındadır ki, mən proqramda çoxlu səhvlər var. Mən təəccüblənirəm ki, onlar çox azdır, uyğun gəlmədi. Proqramda çoxlu səhvləri var. I am surprised there are so many. B variantı arası ola bilər. There are few mistakes. Proqramda çox az səhv var. Mən təəccüblənirəm ki, onlar lap çoxdur. Yox, B variantı uyğun gəlir. 126-cı sualdır ki, mən o kişini tanıyıram. Mən onu times bir neçə dəfə görmüşəm də əvvəl. Times sözü cəmdədir. A little olmaz, a lot olmaz. Aha, bir neçə dəfə görmüşəmsə a few times deyəcəm. Few'dur, fewer. Fewer niyə qoyum ki? Cümlədə zəm var ki, bəyəm müqayisə dərəcəsində qoyum. Fortunately yaxşı bir şey olanda deyirik həmişə. Bəxtimdən mənim deyir biraz pulum qalmışdı da. Bu söhbət puldan gedir deyə bunlar ola bilməz. Elotdan sonra isim gələ bilməz. Yəni bəxtindən deyirsə, demək biraz da olsa pulu qalıb da. Little olsa uşaqlar ümumiyyətlə pulu qalmaz. 128-ci sualda deyir ki, there has been rain. Rain yağışdır. Sayıla bilməyən isim deyə many çıxır, a few çıxır. Aha, deyir ki, yağış olub, amma çox yox. Yəni çox yox nə olmayıb? Yağış olmayıb da. Yağış sayıla bilməyən isim deyə many də verə bilməyəcəksiniz. But not a lot. Only də a little ilə işlənir deyə B variantı uyğun gəlir ancaq bura. 29-cu sualda deyir ki, these new devices are fine. Bu yeni cihazlar yaxşıdırlar. We have had problems with them. Deyir ki, bu cihazlar yaxşıdırlar. Problem söz cəmdədir deyə uşaqlar much işlənməz, a little işlənməz. Very few olar, a few də olar, many də olar. Sizcə bu cihazlar yaxşıdırsa, bizim onlarla az problemimiz var, yoxsa çox problemimiz var? Burada çoxdur, a few birazdır, very few lap az problemimiz var deməkdir. 130-cu sualda mənim bacım duz qoyur yeməklərə, amma mən qoyuram only. Only desə yalnız a few, a little qoyacağım. Söhbət duzdan gedir deyə, əlbəttə ki, a little olacaq. Ona görə avtomatik olaraq bu variantlar çıxır. Mənim bacım yeməyə az duz qoyur, amma mən only a little az qoyuram. Mənim bacım yeməyə çox duz qoyur, amma mən lap az qoyuram. Çox duz daha uyğun gəldi. Y variantı. 131-də member sözü cəmdədir uşaqlar. Cəmdədirsə a little olmaz. Sonra deyir ki, bizim very ancaq bilirsiniz ki, few ilə işlənir. Many də hardasa ola bilər, amma a few ola bilməz, a lot of ola bilməz. Neysə, we have got very few members, so we need many new ones, a few new ones. Deyir ki, bizim çox az üzvümüz var, beləliklə bizim çoxlu yenilərinə ehtiyacımız var. Bəli, A variantı olar. 132-ci sualda care, qayğı, sunlight, günəş işığıdır. İkisi də sayıla bilməyən isimdir. Many çıxır, a few çıxır, a few çıxır, many çıxır, cavab qalır Y variantı. 133-cü sualda students cəmdədir. Support dəstək sözü sayıla bilməyən isimdir, təkdədir. Sayıla bilməyən isim isə a few çıxıram, a few-nu çıxıram. Students cəmdədirsə maçı çıxıram. Qalıram A ilə B-nin arasında. Elotdan sonra da isim gəlmir deyə cavab A variantı qalır. Çoxlu şagirdlər qəbul olmuşda match support, yəni müəllimlərindən çox dəstək alaraq. İndi bir də quiet ilə quiet-ın fərqini deyim uşaqlar. Axırı T ilə qutaran sakit deməkdir. Axırı E ilə qutaran tamamilə deməkdir. Özündən sonra sifət istəyir. İndi yadınızı saxlayın ki, məsələn, street sözü cəmdədir, küçələr sözü. Qabağında E artiklı ola bilməz deyə 3 avtomatik olaraq çıxdı. Düzdürmü? Qaldım 1, 4, 5 ilə 1, 2 arasında.
Street söz təkdədirsə, uşaqlar, hamı bunun artiklı, qabağında mütləq e-artikl olmalıydı axı. Həm də street söz cəmdəsə, qabağında yenə e-artikl ola bilməz axı. Ona görə C variantı doğrudur. Job opportunities, iş imkanları cəmdədir deyə a little, a lotdan sonra isim gələ bilməz. Demək tərcümə eləməliyik. Deyir ki, burada iş imkanları, çünki şəhər balacadır. Onda az iş imkanı var uşaqlar, A variantı. 136-dır ki, health problems, sağlıq problemləri. Söhbət burada problemlərdən gedir. Sağlıqdan getmir. Burası sağlıq problemlərinə. Maçı çıxıram, a little çıxıram. Cavab qalır many, few, bir də a few. 1, 3, bir də 5. 137-ci sualda experience təcrübə deməkdir. Sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərdəki yenə 1, 3, 5. Time sayıla bilməyən isimdir. Vaxt deməkdir. Enough sayıla bilməyən isimlərlə işlənir. A little, bir də much. 139-da participants, iştirakçılar deməkdir. İştirakçılar söz cəmdə olub. A lotdan sonra isim gələ bilməz. Muchdan sonra cəm isim gələ bilməz. There were not few participants, therefore the trip was cancelled. Az səyahətçi yox idi, yoxsa çox səyahətçi yox idi, kifayət qədər səyahətçi yox idi. 3-5 olacaq. Ümumiyyətlə yazı saxlayın ki, a few birazdır, few heç yoxdur da. Yəni heç səyahətçi, yəni burada məna uyğun gəlməyəcək few-ni qoymaq ora. A few invention düzdür. A little web cameras, kamera sözü cəmdəsə e-artikl olmaz qabağında. Lap deyək ki, burada little balaca mənasını verir də, uyğun gəlməyəcək yenə də. Amma desək ki, little web cameras, balaca web kameraları olardı, balaca mənasını işlətsəydi. A lot of emails 3 düzdür, demək 1 düzdür, 3 düzdür, 4 düzdür, a few obstacles cəmdə olmalıydı. 1, 3, 4-dür düzgün cavabımız.